Siz necə hiss edirsiniz? Əla, çox həyəcanlıyam ki, necə siz məni giyindirəcəksiniz. Bugün biz yenə Zaradayıq və biz Aydan xanımı ayı da müxtəlif stillərdə giyindirəcək. Və ona indi hal-hazırda 3 dənə mövzu verəcəm. Situasiya deyim də, mövzu, situasiya. Və ona uyğun, stilistika qaydalarına uyğun Aydan xanımı giyindirməlidir. Hazırsan Aydan? Mən hazıram. Aydan, sən hazırsan? Hazıram. Deməliyim. Dolaşıb çıxırlar. Yox. Bəli. Birinci mövzu nədir? Deməli, Aydan xanım normalda vəkil çalışır, vəzifəsi. Daha ciddi bir işi var. Biz işi biraz da çətinləşdirmək istəyirik. Nə gözəl. Birinci nədir? O öz dostları ilə, rəfiqələri ilə görüşəcək. Amma səndən istəyim boho tərzində yaz havasını verəcək gündəlik geyindirəsin. Boho və gündəlik qarışıq olacaq. Birinci bu. İkinci, Aydan xanım gedir rock konsertə. Hər həftə sonra rock konsertindəyəm. Üçüncüsü isə vəkillər kollegiyasında görüşə gedir. Maraqlı. Hazırsan? Hazıram. Başlayaq. Birinci düşünürəm ki, sizin bədən formanızı biz mütləq şəkildə ortaya çıxartmalıyıq. Damarınızı verə bilərsiniz. Damarlar burada görsənir. Bu deməkdir ki, xanım bəyaz tonuna yaxındır. Biz də ona görə bu rəngi seçsək, onun rəngini daha da açmış olacaq. Deməli, bir vəkili biz aparırıq rock festivala. Əslində, bu lookda mən aksesuar istifadə etmədim. Ona görə ki, artıq olacaqdır. Və bu il ümumiyyətlə boho tərzi dəbdədim. Və ona görə düşündüm ki, biraz rock style'ı boho tərzi ilə uyğunlaşdırım. Eyni zamanda bilirik ki, rock style'da sərt detallar daha önəmlidir. Ayaqqabıdan gördüyümüz kimi və eyni zamanda çantanın bu hissələrindən gördüyümüz kimi sərt detallar var. Amma çantanın qara olması daha yaxşı olardı. Dəmir hissələrinə görə məcburi bunu götürdüm. Və bundan başqa olaraq əslində ilkin etapda bu belə deyək də bluzun, donun bu yubka ilə yaraşmayacağını düşünsəm də sonra gördüm ki, yeni trendlərə uyğun olaraq daha qəşəng yaraşar. Əslində biz rock style'a uyğun olaraq kəmər də istifadə etsəydik daha yaxşı olardı. Amma mən artıq bunu bura qoysam bu çoxluq təşkil edəcək və yorucu bir obraz yaratmış olacaq. Aydan xanım gedir dostları ilə görüşə, amma dostları ilə görüşə boho tərzində getməlidir. Mən düşünürəm ki, boho tərzi üçün şilyapa əsas, belə deyək də, detallarımızdan biridir. Amma burada 70-ci illərə dair bir şilyapa tapmasam da bu mənim işimə yarayacağını düşünürəm. Eyni zamanda boho tərzində eynək önəmli detallardan biridir. Elə ona görə də bu eynəyi də Aydan xanıma ithaf edirik və bu kəməri isə sizdə sınamaqla mən düşünürəm ki, bu da bizim maraqlı bir detalımız olacaq. Bir baxaq görək necə görsəncə. Mən düşünürəm yaxşı olacaq, amma bir də sınamalıyıq. Yoxsa biraz da şey etməliyim. Beli maşallah onsuz da incədir, amma biz biraz da onu daha da incətmək üçün bunu istifadə etdik, bu detalı. Məncə yaxşı alındı. Bundan başqa əslində bu çanta ola bilər ki, gündəlik tərs üçün biraz abartmış ola bilərəm, amma istədim ki, rəng qatam. Düşünürəm, yaxşı eləmişəm. Və ayaqqabısı isə gümüş rəngdədir. Aydan xanım, özünüzü necə istəyirsiniz bu geyimdə? Əla. Çox rahat, maraqlı bir tərzdir. Təcrübənizdə belə bir geyim olmuşdu, belə bir bu tərz ancaq. Tam bu tərzdə xeyr. Xeyr. İndi bu saplar olmasaydı, bu iplər olmasaydı paltarda,
daha yaxşı görsənərdi deyə düşünürəm. Bu kəmərin gümüşü detalları ilə ayaqqabının gümüşü detalları uyğunlaşır. Çantanın isə bu hissəsi, yəni qulp hissəsi də gümüşüdür və ton olaraq bir-birini bağladığını düşünürəm. Bu tərz daha belə düz, sadə və klassik bir tərzdir. Çünki xanım bu tərzlə Vəkillər Kollegiyasının iclasına gedəcək. Biz trapez şalvar geyinməklə onun boyunu daha da hündür edirik. Eyni zamanda bu tip pencə isə, qolsuz pencə isə, blazer isə onun bədən figurasını, formasını daha da ortaya çıxartmış olur tikişlərlə. Çantanı da sadə seçdik ki, çox da abartlı olmasın, göz yorucu olmasın. Sadə, klassik bir tonda xanım öz iclasda fikirlərini səsləndirsin və müzakirələrdə iştirak etsin. Əslində mənim stilistikaya gəlmək məsələlərimdən biri ondan ibarət idi ki, mənim işim şəxsi brend meneceridir və şəxsi brendingdə bizim stilistikamız, geyim tərzimiz, auditoriyalara görə, hədəf kütlələrə görə geyim tərzimiz fərqli olmalıdır və düzgün mesajları ötürməlidir bizim geyimimiz. Ona görə də mən bunu öyrənmək üçün Tərbi xanımın kurslarına müraciət etmişdim və bu günləri əslində bir vəkilin üzərində də bir stilistikanı tətbiq etmək mənim üçün çox maraqlı təcrübələrdən biridir.